Hardasa 10 insandan 9-u saçda kəpək, yağlılıq və tökülmə problemlərindən şikayətlənir. Mən sizə bu videoda sadəcə bir məhsul ilə bu sadaladığım problemlərdən elə ilk istifadədə necə qurtulacaqsınız, ondan danışacağam. Yaxınlaşırsınız aptekə, deyirsiniz ki, mənə selenium sulfat şampunundan verin. Baxın, bu şampunun videosunu və şəklini aşağıya qeyd eləyəcəm sizlər üçün. Məsləhətdir ki, aptekdən alasınız, orada daha təmiz və orijinal tərkibli olur. Alırsınız qızlar və yaxud da fərqi yoxdur. Kişilər, qızlar, yəni heç birinin fərqi yoxdur. Hər kəs istifadə edə bilər. İlk öncə saçınızı kirlidirsə Videonun geride qalan hissəsində səs problemi olduğu üçün yenidən səsləndirmək məcburiyyətində qaldım. Selenium sulfatdan bir ovuc əlinizə tökürsüz, daha sonra saç diblərinizi yaxşıca masaj edib durulayırsınız. Hər dəfə duş qəbul etdikdə eynən bu qayda ilə saçınıza tətbiq edirsiniz. İlk istifadədən nəticəni görəcəksiniz. Kəpəyiniz azalacaq, saç yağlanmasının müddəti 4 və 5 günə qədər uzanacaq. Daha faydalı postlar üçün məni izləməyi unutmayın. Hələlik.